Spesifik və terminoloji bir-birindən adətən qarışdırılır. İndi müəllim deyə bilərsinizmi, faktoloji bilikdə bu ikisini necə fərqləndirəcəksiniz? Faktoloji bilikdə bildiyimizə görə hər bir əgər sadəcə termin adı çəkilərsə, bu faktolojinin yəni kiçik formasında faktoloji deyilsə, amma spesifik forma isə həmin təriflər verilməsi, həmin hadisə haqqında məlumat verilməsi isə o spesifikdir. Yəni spesifik mənası o demək ki, genişləndirilmiş formadır. Belə qeyd edirik ki, əgər tərif və termin varsa və hər bir ixtisasın özünə məxsus tərif və termini var. Bu olacaq terminoloji. Yox, hadisə xarakterlidirsə, bu olacaq spesifik. Məsələn, mən sizə sual verirəm ki, müəllimlər, Nizami Gəncəvi neçənci ildə anadan olub? Sizə bu nədir? Hansına aiddir? Spesifik. Ay, sağ olun. Amma nəzəriyyədən desə, o olacaq